Sizi birlik və xoş hadisə gözləyir. Kiminləsə hansı bir iş görəcəksiniz, o iş sizə nəticə verəcək. Bu iş əsnasında sizi qalibiyyət gözləyir. Bu hansısa tərəfdaşlıqda və yaxud da şəxsi münasibələrdə sizi uğura və sabitliyə getirib çıxardacaq. Lakin siz burada resurslarınızı idarə etməlisiniz. Hansısa bir şəxsi münasibətlərin, tərəfdaşlığın və yaxud da layihənin uğurlu inkişafı sizi gözləyir. Əgər siz bu vəziyyəti nəzarət altına ala bilsəniz, siz zəfər qazana biləcəksiniz. Əsas məqam isə burada uzun müddətli sabitliyi təyin etmək üçün və bu durğunluqdan qaçmaq üçün resurslarınızı effektiv şəkildə idarə etməlisiniz. Balansı qorumaq zərurəti olacaq.